Çinarə xanım, bəzən sizin bu fikirlərinizi bir əlavə eləmək istəyirəm. Bəzən deyirlər ki, uşaqların həddindən tez elmə gətirilməsi, onlara nələrsə öyrədilməsi növbəti pedaqoji prosesdə problem yaradır. Tez bir zamanda nəsə öyrətməyə çalışmaq lazım deyil uşağı. Amma məsələn, əksinə Yaponiyaya baxırıq ki, onlar 3 yaşından hətta başlayırlar buna. Praktik olaraq, hətta bəli. Sizin bir peşəkar olaraq fikriniz mənə maraqlıdır ki, yəni əslində həqiqətən, çünki valideyn qalır fikirləşə-fikirləşə. Yapon 3 yaşından başlayır, amma biz də deyirik ki, yox, qoy bir uşağın 6-7 yaş olsun, sonra məktəbinə başlayar. Məsələ burasındadır ki, onlar öhdəliyi həm nəzəri, həm də praktik tətbiq etməyə başlayırlar. Baxsaq ki, onların bağçalarına uşaqlara əməli başda işləyən deməli ləvazimatlarla kiçik bir keklər bişirməyi öyrədirlər, yemək bişirməyi, paltar tikməyi, təbii ki, özlərinə xəsarət yetirməyəcəklər formada. Amma bu bacarıqların heç biri bizdə yoxdur. Biz də dünya təhsilinə ayaqlaşmağa çalışırıq müəyyən mənada. Amma dediyim kimi, valideynlər buna nə qədər hazırdır. Təbii ki, uşaqların mütləq şəkildə erkən inkişafı düzgün şəkildə təmin olunmalıdır. Bunun uşağın erkən təhsilə gəlməyə əlaqəsi yoxdur. Düşünürəm ki, Çinarə xanım, bu dedikləriniz həm də disiplin məsələsidir. Biz körpəlikdən uşaqlara disiplini öyrədə bilmirik.